İlkindən bizə müraciət eləsə, nədir maraqlı olan? ilkindən bizə müraciət eləsə, biz ona düzgün yönəm verərik. O öz məsələlərini həll edib vəziyyətdən çıxa biləcəkdir. Lakin əgər o gedib rəsmi protokollara düşüb, kimya, şua və s. alandan sonra, bədən zəhərlənəndən sonra bizə gələndə, bizə çətin olur həmən o zəhəri sonra bədəndən çıxartmağa. Doktor, biz siz nədir maraqlı olan? Yəni, adətən biz çox tibbi qonaqlarımız olur və onların çoxlarının, yəni 99%-nin yanaşma tərzi odur ki, tibdə qarantiya və zəmanət yoxdur. Hər kəs o sözü deyir, tibdə zəmanət yoxdur. Yox, yəni, ilk həkimsiz ki, var, tibdə zəmanət var. Varmı həqiqətən? Əlbəttə, tibdə zəmanət var. Belə deyək, Azər bəy. O fikirlə mən də o qədər razı Bir dəqiqə. Deyək ki, mən bıçağı sizin ürəyinizə soxsam, öləsiz, ölməzsiz. Təbii öləcəm. Garantiyadır, zəmanət verirəmmi? Verirəm. Digər yaxşı müsbət tərəfinə deyək. Kör bağırsağı vaxtında əməliyyat edib götürülsə, peritonit olmayacaq. 100 və 100 zəmanətlə. Bu da zəmanət. Əslində. Məhdud şəkildə də, hə, doktor? Yox, məhdud söhbəti deyil. Mövzudan mövzuya görə dəyişə bilər bu. Bax, yenə deyirəm, Azər bəy. Elm dünən bu qədər bilirdi. Bəli. Bugün bu qədər bilir. Sabah bu qədər bilir. Bu çərçivədə 100%-dır. Amma bu çərçivə özü məhduddur. Bəli. Anlayırsınızmı nə demək? Bəli. Mənim yanıma, deyək ki, mən vərəm üzrə professionalam, ekspertəm. Mənim yanıma ilkin vərəm xəstəsi gələrsə və mən onu müayinə eləyib, ilkin testini baxaramsa hansı dərmanlarının, mən onu zəmanətlə 100% sağaldıram. Çünki o çərçivədə bəllidir hər şey. Səbəb bəlli, yol bəlli, nəticə bəlli, Elədə də kimya almamış insan, qadınlar. Çünki elə də şiş xəstəliklərində. Amma bizim sadəcə imkanlarımız hələ o qədər geniş deyil ki, biz istənilən növ şiş xəstəliklərini müalicə edə bilərik. Lakin bugün, əgər oktyabr ayında süd vəzi xərçəngi gəlirsə, məhz onu misal üçün biz eləyə bilirik. Elə müayinənin özündən götürək. Deyək ki, ən geniş yayılmış mammografiyadır. Amma mammografiya nədir? Süd vəzini belə sıxırlar. O incə bir vəzi orqandır. Deyək ki, insanın dərsində bir çiban var. O çibanı götürüb sıxsan, nə olacaq? İzi qalacaq. Daha da püskünə qalacaq. Daha da püskünə qalacaq. Eyni. Sən mammografiya özünü apardıqda sən götürüb onu sıxırsan. İkinci bir müayinə üsulu, biopsiya. O kapsuldadır, sən də götürüb qalın iynə ilə onu deşirsən. Bəli. Nə olacaqdır? Birincisi ağrılıdır, hər qadın ona dözmür, keyitmə də çox vaxtı yerli keyitmə olunur. Və sonra da onun kapsulasını deşirsən, o da yayılır, deyirlər ki, yayıldı. Yəni bu müayinənin özü də soruşacaqsınız ki, alternativ varmı? Bəli, var. Çoxdandır var. Termografiya. Nədir o? Yəni, bədənin hərarətinin fərqinə, hüceyrələrin belə fərqindən baxırlar ki, hara qədər xəstəlik yayılır, hərdə xəstəlik yoxdur. Axı, bu üsul var. Niyə tətbiq olunmur? Yəni, nisbətən, belə deyək ki, ziyansız üsul UZI-dir. Ultrasəs müayinəsidir. USM müayinəsidir. Amma görürsünüzmü, süd vəzində birinci nömrədə mammografiya nəzərdə. O düzgün deyil. Doktor, mənim yanaşmamda o düzgün deyil. Gəlin belə eləyək, mən bilmək istəyirəm. Bu dəqiqə izləyicilərimiz də milyon faiz o sualı gözləyirlər ki, aparıcılar bu sualı versin.